Fəzilətli şeyx, indicə tövhidin bölmələrini qeyd etdiniz. Bəs Allahın hökmü məsələsi tövhidin bölmələrindən biridirmi? Çünki bəzi insanlar İslam şəriəti ilə hökm etməyən dövlətləri təkfir edirlər. Şübhə yoxdur ki, Allahın nazil etdiyi ilə hökm etmək vacibdir. Müsəlman öz əməllərində, ailəsində, işində, ölkəsində Allahın nazil etdiyi ilə hökm verməlidir. Bu məsələdə heç bir şəkk yoxdur və bu vacibdir. Lakin problem ondadır ki, bəzi insanlar bunu tövhidin əsası etdilər və ən önə çəkdilər. Hətta Seyyid Qutb, mən onun sözlərini məna etibarilə qeyd edəcəm, sözbəsöz yox. O deyir ki, məscidlərdə namaz qılan, azan verən bu ümmət müşrikdir. Hətta düzgün əqidəyə sahib olsalar belə. Hətta Allaha ibadət etsələr də, çünki Allahın hökmünü gerçəkləşdirməmişlər. Beləliklə, o Allahın hökmü məsələsini əsas etdi və hətta uluhiyyət tövhidini belə ondan sonraya saldı. Halbuki dediyimiz kimi, bu məsələ dinin fərzlərindən biridir. Amma tövhidin bölmələrindən deyil. Uca Allah buyurur, kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar fasiqlərdir. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar zalimlardır. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar kafirlərdir. İfadələrin müxtəlifliyinə və mənalarının fərqli olmasına diqqət et. Bu, onu göstərir ki, Allahın nazil etdiyindən qeyrisi ilə hökm vermək eyni dərəcədə deyil. Bu, hökm verənin etiqadına görə fərqlənir. Allahın nazil etdiyindən qeyrisi ilə hökm vermək bəzən məqbul sayıla bilər. Əgər Allahın nazil etdiyinə zidd deyilsə, məsələn, yol hərəkəti qaydaları kimi, ölkənin işlərini və insanların mənafeylərini tənzimləyən qanunlar kimi, baxmayaraq ki, kitabda nazil olmamış və ya sünnədə gəlməmişdir. Lakin Allahın şəriətinə zidd də deyildir. Allahın nazil etdiyindən başqası ilə hökm etmək bəzən günah ola bilər. Bu səbəbdən Hafiz İbn Əbdülbər, rahiməhullah, bu məsələyə toxunaraq demişdir ki, bu ayə icma ilə bu cür təfsir olunmuşdur. Çünki ayə zahiri mənasında götürülsə, insanın şəriəti öz nəfsində və başqalarında tətbiq etməməsini də əhatə edərdi. Halbuki insan özündə Allahın şəriəti ilə hökm etməsə və şirkdən aşağı bir günah etsə, icma ilə o kafir sayılmır. Deməli, bu ayənin əsası və məqsədi vardır. O da budur ki, insan Allahdan qeyrisinin hökmünü Allahın hökmündən daha üstün görsün və ya Allahın hökmünə bərabər saysın. Amma əgər Allahın şəriətinə zidd hökm edər, lakin Allahın hökmünün daha üstün olduğuna etiqad edərsə və sadəcə təvil edər və ya buna bənzər bir səbəb olarsa, bu küfr olmaz, hərçənd günah olar. Buna görə də tarixə nəzər salaq. Xavariclər Əlini, radiyallahu anhunu, təkfir etdilər. Nəyə görə? Səbəblərindən biri, hətta başlıca səbəbi bu idi ki, onlar dedilər, Əli insanları hakim etdi. Halbuki hökm yalnız Allaha məxsusdur. İbn Abbas onlara izah etdi ki, Uca Allah ehramlı şəxsin ov məsələsində və buna bənzər hallarda insanları hakim təyin etmişdir. Uca Allah kişiləri hakim etmişdir və hökm vermək üçün kişilərə ehtiyac vardır. Lakin bu məsələ təkfirçilərin qəlbində əvvəldən olub və indi də vardır. Təkfirə səbəb olmayan şeylə təkfir etmək. Bir məsələni küfr kimi təqdim edirlər. Halbuki dəlil bunun əksini göstərir. Sonra da buna əsaslanaraq insanları təkfir edirlər.
Fəzilətli şeyx, Allahın hökmü məsələsində də onlar deyirlər ki, dövlətlər İslam şəriətini tətbiq etməlidir. Tətbiq etməyən isə kafirdir. Bəli, özü də qeyd-şərtsiz. Bu düzgün deyil. Az əvvəl sizə izah etdiyim kimi. Qayda budur ki, İslamı qəti şəkildə sabit olan bir kəsin İslamı ehtimallarla aradan qalxmaz. Bu çox mühüm bir qaydadır. Azanlar da məhz bunu bilmədikləri üçün azırlar. Onlar küfr olub olmaması ehtimal olan bir məsələni götürür, onu birbaşa küfrə yozurlar. Halbuki qayda bunun əksini tələb edir. İslamı qəti şəkildə sabit olan kəs ehtimallarla kafir sayılmaz. İndiki dövrdə də Allahın hökmü məsələsi bəzi qruplar tərəfindən şişirdilir. Bəlkə başqa bir fürsətdə bu barədə ayrıca danışarıq. Onlar bu məsələni əsas etmiş, onunla ümməti, dövlətləri, cəmiyyətləri təkfir etmişlər. Buna görə də az öncə Seyyid Qutbu qeyd etdim. Çünki o bunun bariz nümunəsidir və öncüllərdəndir. O deyirdi ki, bugün müsəlman bir dövlət yoxdur və müsəlman bir cəmiyyət də yoxdur. Çünki onlar Allahın hökmü ilə hökm verilməməsinə razı olublar. Beləliklə, əslində qətiyyən küfr sayılmayan bir şeyə görə bütün müsəlmanları qeyd-şərtsiz kafir hesab edirlər. Dediyimiz kimi, ehtimallarda əsas olan onları aşağı ehtimala yozmaqdır, yüksək olana yox. Çünki əsas olan və qəti bilinən onun İslamıdır. Bunun səbəbi isə sələfin anlayışından üz döndərmək, böyük alimlərin anlayışından üz çevirməkdir. İlk xavariclərin qarşısında Peyğəmbərin sallallahu aleyhi və səlləmin səhabələri var idi. Lakin onlar səhabələrin anlayışına qayıtmadılar, onların elminə qayıtmadılar və İbn Abbasın radiyallahu anhunun bu ayə barəsindəki sözünə qayıtmadılar. Buradakı küfür böyük küfür deyil. İbn Abbasın zəkasının göstəricisi o idi ki, xavariclərlə münazirəyə başlayarkən onlara dedi: "Mən sizə Peyğəmbərin sallallahu aleyhi və səlləmin əmisi oğlunun yanından və Peyğəmbərin səhabələrinin yanından gəlmişəm. Amma sizin aranızda onlardan heç biri yoxdur. Yəni, müqayisəyə baxın. Mən elə kəslərin yanından gəlirəm ki, siz onları təkfir edirsiniz. Halbuki onlar Peyğəmbərin sallallahu aleyhi və səlləmin əmisi oğlu və səhabələridir. Onlar Peyğəmbərdən elm almış alimlərdir. Siz isə təkfir edirsiniz. Halbuki aranızda bir nəfər də səhabə yoxdur." Bu, onların azğınlığının səbəbinə dair çox böyük bir işarədir. Peyğəmbərin sallallahu aleyhi və səlləmin səhabələrindən üz döndərdilər, onların elmi ilə aydınlanmaq əvəzinə onları təkfir etdilər və dillərini onlara qarşı təkfir üçün işlətdilər. Bu cür hallar zaman-zaman baş vermişdir. Bugünkü təkfirçilər də alimlərin sözlərindən üz çevirir, hətta alimləri təkfir edirlər. Öz başlarına hərəkət edir, öz fəhmlərinə əsaslanırlar. Nəticədə həm özləri azırlar, həm də başqalarını azdırırlar və çoxlu şər baş verir. Bu tökülən qanlar, fitnə-fəsad nədən baş verir? Hamısı bu azğınlıqdan, anlayışdakı sapmadan və böyük alimlərin elmini tərk etməkdən qaynaqlanır.